Hamının ürəyindəki bütün arzuları həyata keçsin, istədikləri şeylərə nail olsun, xoş və uğurlu olsun. Azərbaycan xalqına, ümumiyyətlə hər kəsə arzum budur ki, ürəklərində yeni ildə nə arzuları varsa həyata keçsin, uğurları bol olsun. Heç kimin arzusu ürəyində qalmasın. Uğurlu, düşərli bir il olsun. Təbrik edirəm. Xoşbəxtlik, can sağlığı, pul. Sülh, bərəkət, ruzi. Azərbaycan xalqına arzu edirik ki, qara buludlar üstündən necə gedibsə ömürlük geçsin. Həmişə üzü gülsün xalqımızın. Qalib xalqa yalnız zəfər yaraşır. Allah Azərbaycan dövlətini, xalqını, ordumuzu həmişə bir, möhkəm, dəmir yumruq kimi necə ki birləşdi 2020-ci ildə. O birlik davamlı olsun, ömürlük olsun və möhkəm olsun. Əminəm ki, bu il xalqımız üçün 2026-cı il daha yaxşı il olacaq. İnsanların həyat şəraiti yaxşılaşacaq. Bütün Azərbaycan xalqının yeni ilinin münasibəti ilə təbrik edirəm. Yəni hamıya can sağlığı arzu edirəm. Bundan böyük nemət ola bilməz yəqin ki, nə də ki arzu ola bilməz. Xoş günlər arzu edirəm. Daha çox da maddiyyat cəhətdən, can sağlığı cəhətdən arzu edirəm bunları. Xalqımın da qarşıdan gələn yeni il bayramını, bir də bütün dünya Azərbaycanlılarının bayramını təbrik edirəm. İnşallah hər kəs üçün çox xoş il olar. Hər kəsin istədikləri, arzuları, niyyətləri gerçəkləşər. Hər kəs üçün çox xoş il olar. İnşallah birlik ola bildiyimiz, mehriban şəkildə, yəni və insan sevgisinin yüksək olduğu şəkildə keçirərik bu ili, yəni.